noyabrın 6-sında Bakı Sərgi Mərkəzində açılışı olan Bakutel 2012-18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi bugün başa çatdı. Sərgiyə gələnlərin ən çox diqqətini cəlb edən isə telekommunikasiya sahəsinə gətirdiyi ən son yeniliklərlə Azercell oldu. Azercell'in baş sponsorluğu ilə keçirilən Bakutel 2012 sərgisi bugün başa çatdı. Telekommunikasiya sahəsinə gətirdiyi yenilikləri və maraqlı əyləncə proqramı ilə Azercell sərgiyə gələn ziyarətçilərin marağına səbəb oldu. Azercell'in stendində müxtəlif proqram təminatları, ən yeni smartfon və planşet modelləri, virtual ödəmə bank kartı, fərqli cihazların informasiya mübadiləsini təmin edən innovativ M2M, mobil TV və 4G kimi son texnologiyalar nümayiş olunmuşdur. Bundan başqa, Azercell'in stendinin qonaqları uduşlu viktorina və oyunlarda iştirak edərək dəyərli hədiyyələr qazandılar. Növbəti Bakuteldə görüşənədək.